izləyicilər, mən Günel müəllimə. Bugün sizlərlə MHM-in 2024 nəşri test toplusundan, funksiyalar bölməsindən test 9-dan izahlar vermişmək istəyirəm. Hazır ki, burada da kifayət qədər maraqlı suallar var. Deməli, keçid edək birinci suala. Funksiyalarda birinci sual test 9-da təyin oblastı. Şəkildə görürsünüz, bir kökaltı funksiya var, bir də kəsr rasional şəklində verilmiş işarə funksiyası var. Əvvəlcə onu deyim ki, kökaltı funksiyanın təyin oblastını tapmaq istəyən müəllim bilir ki, bu funksiyanın təyin oblastı kökaltını sıfırdan böyük edə biləcək x-dardır. Yəni, siz burada, funksiyanı köçürək, işarə funksiyası, deməli, siqan x plus 2 çıx 1. Baxın, birinci funksiyanın təyin oblastı 4 minus x kvadratı x plus 1 böyük bərabər 0-dır. Gəlin sıfırlarını tapın, plus minus 2, bunun da sıfırı mənfi 1. Ədəd oxunu da çəkdik. Böldük A hissələrə, mənfi 1-i almır, amma mənfi 2-ni alır, mənfi 1-i almır, 1-i alır. İşarəni təyin etdikdə birdən sağda bir şeylər götürsə, 2 götürsə, işarə edəcək mənfi. Sonra, daha doğrusu burada 2-dir. Amma yenə də 2-dən sağda da nə götürsək, mənfi eləyəcək. Mənfi 1 ilə 2 arasında bir ədəd seçim edəsək, mənfi 1 ilə 2 arasında seçsək, məsələn 1-i versək, işarə edəcək müsbət. Mənfi 1 ilə mənfi 2 arasında mənfi 1,5 götürək. Aşağıda mənfi, yuxarıda mənfi, yuxarı müsbət mənfi eləyəcək. Solda məsələn mənfi 3 götürək. Aşağı mənfi 3 götürsəm, yuxarı deməli o da mənfi, cavab edəcək müsbət. Səndən böyük bərabər 0 istəyir. Yəni səndən müsbəti istəyir. Mənfi sonsuzluqdan mənfi 2-yə birləşir mənfi 1. Amma burada indi bir şey var. Hələ cavab yazmayaq. Niyə? Çünki burada biz işarə funksiyasının təyin oblastını tapmadıq. İşarə funksiyasının əslində x-ın ala biləcəyi qiymətlər bütün həqiqi ədədlər çoxluğudur. Lakin bu x məxrəcə düşüb. Deməli, işarə funksiyası siqan x plus 2 fərqli olmalıdır 1-dən. Məxrəc 0 olmamalıdır. Yəni, bu nə deməkdir? İşarə funksiyasının cavabı 1-dirsə, sizin bu arqumentdə yazacağınız ədəd müsbət ədədlər olmalıdır. Çünki işarə funksiyasının cavabının müsbət 1 çıxmağını istəyirsinizsə, təyin oblastına müsbət ədədlər verməlisiniz. Ona görə, əgər biz 1 çıxmağını istəmiriksə, deməli bu x plus 2-yə ya 0 verməliyəm, ya da mənfi ədəd verməliyəm. Çünki işarə funksiyasının təyin oblastı mənfi ədəd olduqda cavabı mənfi 1 çıxacaq. Yəni, bizə lazımdır 1 çıxmasın. Ona görə x da kiçikdir, bərabərdir mənfi 2. Mənfi 2-dən kiçik ədədləri də gəlin burada ilə qeyd edək. İndi bunların hər ikisinin kəsişməsi hara düşdü müsbət yerlərdən? Mənfi sonsuzluqdan mənfi 2-yə qədər oldu. O da harada var? D variantında var. Yəni, işarə funksiyasında müsbət ədəd verirsinizsə, cavab müsbət 1 çıxır, mənfi ədəd verirsinizsə, cavab mənfi 1 çıxır və 0 verirsinizsə, təbii ki, 0 çıxacaq. Keçək ikinci funksiyaya. İkinci funksiyada görək hansı variant olacaq. Burada sadəcə qrafik soruşur. Baxın, qrafikə fikir versəniz, 2-ni almır bu funksiya və 2-yə qədər bütün mənfi ədədlər, müsbət ədədlərdə cavab y oxunda 2-yə bərabər olub. Amma orada da 4-ü almır. 4-ü almır. 4-ü yox. Daha doğrusu 2-ni almır. 2-də burada kəsilmə var funksiyada. İndi burada fikir verin nə deməkdir bu kəsilmə. Əslində cavab bəllidir. X 2 nöqtəsində təyin olunmamalıdır bu funksiyada. Məlum məsələ. X-ın 2-dən kiçik bütün qiymətlərində funksiyanın f(x)-ın cavabı 2-yə bərabər olub. X-ın 2-dən böyük qiymətlərində hamısında funksiyanın qiyməti 4-ə bərabər olub. Gəlin görək bu hansı ifadədə özünü doğruldur. Baxın, A variantı funksiyasını nəzərdən keçirək. 2-də təyin olunmadığı yerlər, 2-nin təyin olunmadığı yerlər, baxın, A variantında var, C variantında var. Bu variantlarda 2-nin təyin olunmadığını bilirik. Amma indi gəlin f(x)a müsbət ədəd verim. Daha doğrusu mənfi ədəd verim. 2-dən kiçik ədəd verim. 2-dən kiçik ədəd versəm, o eləyəcək mənfi. Yəni, mənfi 2 minus x olacaq. Burada da x minus 2 plus 3. Cavab eləyəcək müsbət 2. Görürsünüz? Amma funksiyaya 2-dən böyük ədəd versəm, 2-dən böyük ədəd versəm, moduldan müsbət çıxar. X minus 2-ni x minus 2-yə bölərəm 1. 1-in üstə 3 gələrəm. Görürsünüzmü? Cavab 4-ə bərabərdir. Deməli, burada doğru variant olmalıdır. A variantı elə bunun qrafikidir.
Növbəti funksiyanın deyir aşağıdakılardan hansına bərabərdir? Gəlin baxaq. 3 ilə 4 arasındadır. Fx bərabərdir modulda x minus 4. Üstəcəl siğin. X minus 3. Üstəcəl tam hissədə x. Gəlin baxaq. 3 ilə 4 arası məsələn 3.5 götürsəniz bu modun işarəsi mənfidir. 3 ilə 4 arasında götürəcəyiniz hər bir ədəd üçün bu cavab müsbət çıxır. Müsbət çıxarsa burada bu işarə funksiyasının cavabı 1-ə bərabər olur. Bunu unutmayın. Tam hissədəki x-ın yadda saxlayın. 3 ilə 4 arasında nə götürsəniz 3.5, 3.4 nə istəyirsiniz götürün. Tam hissəsi 3-ə bərabər olacaq. Onda burada belə bir yazı çıxır. Mənfidirsə bu 4 minus x. İşarə funksiyası müsbət qiymətlər aldığı üçün hər zaman 1 çıxır. Yəni işarə funksiyası üçün fərqi yoxdur. Arqumentə hansı müsbət ədədi verirsiniz, verin cavab 1 çıxacaq. Plus 3. Bu da deyəcək 4, 4, 8 minus x. Hansı variantda var? Bilirəm C variantında 8 minus x cavabı var. Keçirik 4-cü suala. Keçək baxaq növbəti suala. Növbəti 4-cü sualımızda deyir belə bir funksiya verib. Fx bərabərdir. X-in kvadratı, hətta bu vurğulara da ayıraq istəyirsiniz. X minus 6, x plus 5 bölünsün modulda x minus 2 funksiyası. Deyir ki, işarə funksiyasının içərisinə yazılıb bu fx funksiyası. Və işarə funksiyasının cavabı mənfi 1 çıxıb. Bir dəfə başa düşək ki, işarə funksiyasından mənfi 1 çıxıbsa, deməli bu içəridəki mənfi ədəddir. Yəni sənə demək istəyir ki, əslində x minus 6 üstəgəl x plus 5 bölünsün x minus 2 mənfi ədəddir. Sən sadəcə bu bərabərsizliyi həll etməyə bacarmalısan. Modul hər zaman müsbətdir. Deməli, yuxarı nə olmalıdır? Mənfi. Yuxarı mənfi olmalıdırsa işarələrin təyini ilə mənfi 5 ilə 6. Müsbət, mənfi, müsbət. Səndən kiçik 0 istəyir. Mənfi 5-6 arasını götürməlisən. Lakin burada bir şeyə fikir ver. Sənin məxrəcin müsbət olsa belə, məxrəcindəki 0-ı heç vaxt almır. Bunların arasında 2 təyin olunmayacaq. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0. 1, 2 olmayacaq, 3, 4, 5 və salam. Burada indi nə istəyir? Cəmin tap. 1-lər getdi, 3-lər getdi, 4-lər getdi. Cavab qalacaq 3. O da eləyəcək C variantı. Davam edək. Aha. Növbəti suala baxırıq. Növbəti sualda deyir ki, bərabərliyini aşağıdakılardan hansı cüt funksiyadır? Bunu tapmaq asandır. Məlum məsələdə cüt funksiyadır. F mənfi x müsbət fx şərtini ödəməlidir. Heç uzağa getmirik. A variantına fikir verin. A variantında sinus modulda x yazıb. Arqumentə nə yazırsınız yazın. Bu qiymət eyni alacaq. Plus sinusun modulu atıb. Əslində sinus özü tək funksiyadır. Lakin modulu atılarsa bunun qiymətləri, məsələn sinus 90-da nə alarsa mənfi 90-da da həmin qiyməti alır. 2 dənə cüt funksiyanın cəmi də hər zaman cüt olmalıdır. Deməli 5-də doğru cavab A variantı olacaq. Növbəti deyir hansı funksiyanın qrafiki 0,0 nöqtəsinə nəzərən simmetrikdir. Yəni koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik funksiyalar adətən hansı funksiyalar olur? Tək funksiyalar olur. Gəlin görək o zaman burada tək funksiya hansıdır? Baxın, A bəndini yazaq birinci. Fx bərabərdir 1 minus modulda x. Ümumiyyətlə, tək funksiya dediyimiz anlayış nədir? F mənfi x bərabərdir mənfi fx şərtini ödəyən funksiyalar tək funksiyalardır. Deməli, burada bu funksiya x-a nəyə mənfi də yazsanız, məsələn, mənfi 2-də 1 yazırsınız, müsbət 2-də 1 yazırsınız, cavab dəyişməyəcək. Bu funksiya cütdür. Məsələn, B bəndini yazsanız, B bəndində də cütdür, çünki modul var. 3 bölünsün. Çünki arqumentə mənfi də yazsan, müsbət də yazsan, eyni cavabı çıxardır. C variantına baxaq. Fx bərabər x kosinus x. Kosinus x düzdür, cüt funksiyadır. Lakin indi x-a biz bir dənə mənfi qiymət verək. Məsələn, tutaq ki, mənfi 30 dərəcə verirəm. Mənfi pi böl 6 kosinus mənfi pi böl 6. Bir də indi müsbət pi böl 6 verirəm. Pi böl 6 kosinus pi böl 6. Kosinus cüt funksiyadır. Lakin onun qarşısında təkdirsə,
Tək edədir, cütə vuranda bunun cavabı eləməlidir tək. Deməli, elə doğru cavab alınacaq C variantı. Keçirik 7-ci suala. 7-ci sualda deyir ki, fx bərabərdir. X kvadratı minus 6x, jx bərabərdir. X plus m şəklində bir funksiya verilir. Və funksiya jx funksiyasının qrafiki oy oxuna nəzərən simmetrik olduğuna görə yadda saxlayın. Əgər jx oy oxuna nəzərən simmetrikdirsə, deməli jx cüt funksiyadır. Ümumiyyətlə, yəni nəzərdən keçirək ki, fx plus m şəklində funksiya deməkdə biz nə başa düşürük? Deməli, biz nə etməliyik? Aparmalıyıq jx-ı yaratmaq üçün x funksiyasında x-ların yerinə x plus m yazırıq. Baxın, x plus m-in kvadratı minus 6 vurulsun x plus m. Və mən bilirəm ki, artıq qıraqdakı şərtdən jx tək cüt funksiyadır. Açaq müxtəsərə görə x kvadratı plus 2mx plus m-in kvadratı minus 6x minus 6m. Gəlin bunu biraz sadələşdirək. X-in kvadratı. Yanında x olanları bir qruplaşdırıram. 2m minus 6. Sonra başqa nə qaldı burada? M-in kvadratı minus 6m. Deyir ki, əgər qrafik ordinat oxuna nəzərən simmetrikdirsə, yəni cüt funksiyadırsa, cüt funksiyanın içərisində tək funksiyalar o adətən sıfıra çevrilir əmsalları. Yəni bu təkdir, amma bu sabit funksiyadır, cütdür, kvadratik funksiyadır, cütdür. Deməli, 2m minus 6-nın əmsalı 0 olmalıdır ki, sən bu funksiyaya cüt funksiya deyə biləsən. M-in qiymətini tapdınız 3-dür. İndi m-i aparıb 3 yazsaz, jx bərabərdir. X plus 3'ün kvadratı minus 6 vurulsun. Deməli, m-in yerinə 3 yazsam x plus 3. İndi sizdən nəyi soruşur? J3'ü soruşur. J3'ü, yəni M3'də axı artıq bilirsiniz. 3 yazanda 3 üstəcə 3 6'nın kvadratı minus 6 vurulsun 3 üstəcə 3 6. 6, 36 çıx 36 eləyəcək 0. Burada da onun cavabını istəyir zaten bizdən. Bu verdiyi 0. Keçək növbəti suala. Növbəti sualda deyir ki, bu funksiyaları verilib jx funksiyasının ordinat oxuna nəzərən simmetrik olduğunu bilərək baxın. Jx funksiyası ordinat oxuna nəzərən simmetrik funksiya olduğunu iddia edirsə, deməli bu funksiya ordinat oxuna nəzərən simmetrik funksiyalarda olduğu kimi cüt funksiyadır. İndi baxın 8-ci sualda da həmçinin əslində eyni tip bir sualdır. Baxın fx x-in kvadratı üstəcəl 8x üstəcəl 4. İndi belə bir şey deyim sizə. Siz bunu yazarsınız x-in kvadratı üstəcəl 8x üstəcəl 16 çıx 16. Hətta burada üstəcəldə 4. Buradan bura qədər x plus 4'ün kvadratıdır. Oradan da o tərəfə mənfi 12. İndi bizdə deyir ki, jx bərabərdir fx üstəcəl a. Bunun cavabı tapaq gəlin. Həm də bu artıq bilirik ki, cüt funksiyadır. Baxın, fx plus a-nı düzəldirəm. Jx funksiyasını yəni. Aparırım oraya x-in yerinə x plus a yazıram. X plus a plus 4'ün kvadratı minus 12. Yaxşı, bunun cüt olmağını istəyirsiniz. X-in kvadratı minus 2 vurulsun a plus 4x plus a plus 4'ün kvadratı minus 12. Deməli, cüt funksiya olmasını istəyirsinizsə, bunun əmsalı 0 olmalıdır. A plus 4 bərabər 0. A da olacaq nə qədər? Mənfi 4'ə bərabər olur. Mənfi 4'də harada var? B variantında var. Bir dəqiqə görə bunun 9-cu sualı haradadır? Elə bilirəm budur. Növbəti hissəsi verilmiş funksiyadır və deyir ki, bizə fx bərabərdir, 9-cu sualdan danışıram. Fx bərabərdir, ax üstəcəl 8, x müsbət olanda olur, 4x üstəgəl b, x kiçik olanda 0'dan olur. Bu sualda da cüt funksiya olduğunu deyirsə bizə, cüt funksiya dedikdə x-in 0'dan böyük qiymətində, baxın, x-in 0'dan böyük qiyməti üçün, bu nə deməkdir? Elə özü çıxır da funksiyanın. Amma x-in 0'dan kiçik qiyməti üçün, deməli, mənfi 4x üstəgəl 5 şəklində olacaq. Yəni, bunlar bir-birinə bərabər olmalıdır ki,
Cüt funksiyada necə deyirik? F mənfi x müsbət f x-a bərabərdir. Baxın, bu şərtdən istifadə edirik. İndi iki çox ədlin bərabərlik şərtindən istifadə etsəniz nə alınır? A2 mənfi 4x-a bərabər olmalıdır. O zaman A mənfi 4-dür. 8 də müsbət B-yə bərabər olmalıdır. B 8-dir. Nə istəyir bizdən? A üstə gəl B cəmin istəyir. Mənfi 4 üstə gəl 8. Bu da edəcək müsbət 4. Cavab A variantı. Keçir 10-cu suala baxaq. 10-cu sualda nə deyir? Bir fikirləşək. 10-cu sualda deyir ki bizə fx bərabərdir 8x minus modulda fx. Baxın, burada hansı ola bilər deyir. Niyə hansı ola bilər sözünü deyir? Çünki o modulun içindəki müsbət olarsa funksiya bücür olacaq. Əgər müsbət olarsa nə baş verəcək? Fx bərabərdir 8x minus fx. Buradan 0 bərabər 8x deyə bir şey çıxır. Amma mənfi olarsa o funksiya, içindəki fx mənfi çıxarsa, 2f, deməli, baxın, müsbət olarsa bir cür, elə ikisini də yazaq, qoy, mənfi olarsa bir cür. Bu funksiya müsbət olarsa, 2fx daha doğrusu bərabər 8x-a, fx bərabər 4x çıxar. Mənfi olarsa, fx bərabərdir 8x üstə gəl fx olar və 0 bərabər 8x cavabı çıxar. Buradan da çıxacaq nə? X bərabər 0 deyə bir absurd funksiya olmayan ifadə. Burada isə 4x-dir. Deməli 4x ola bilər, hansı ki B variantı doğru cavab olacaq.